O Fatimə ki, bəy evinə yamaqlı paltarda gəlmişdi, indi dedi Əsma, yaxşı paltarlarımı gətir, geyindi. Əvvəl deyir, yuyundu, qusul elədi, geyindi, ətirləndi. Mən də deyir, sevindim. Əli ailəsinin bir dərdi var, xanım Fatimə Zəhranın xəstəliyidir. Mən sevindim ki, xanım sağalıb deyəsən. Amma bir söz dedi ki, tərəddüdə saldı məni. Dedi, Əsma, çıx evdən, otaqdan çıx, mən üzü qibləyə uzanıram. Bir qədər keçəndə məni çağır səslə. Cavab versəm, vermişəm, heç. Cavab verməsəm, get Əlini çağır gəlsin. Deyir, mənim ürəyim narahat oldu. Çıxdım, bir qədər keçdi, deyir, dedim, ya Fatimətüz Zəhra. Dedim, ay Fatimə Zəhra, gördüm cavab gəlmədi. Dedim, ya Umməl Həsəneyn, ay Həsənlə Hüseynin anası. Müxtəlif adlarla çağırıram. Deyir, dedim, ya bintə Rasulillah, ay Peyğəmbərin qızı. Gördüm, cavab gəlmədi. Baxanda gördüm, halı çox pisdir. Bilmədim dünyasını dəyişib ya yox. Hələ də tarixdə müəmmadır. Deyir, mən də baxmadım, qaçdım məscidə. Məscidə daxil oldum, Əli əleyhissalam dayanıb. Dedim, ya Əbəl Həsən, başınız sağ olsun, Zəhra dünyadan köçdü. O Əli ki, döyüşdə yıxılmamışdı. Bir dəfə də yıxılmamışdı. Heç vaxt yıxılmamışdı. Həmin Əli, Əsma deyir, gördüm, bu xəbəri eşitdi, yıxıldı yerə, özündən getdi.